Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin ve ala alihi tahirin el masumin. Ve lanu daim ala a'daihim ve munkeri fezailihim ve gasibi hukukihim ve gatili nufusihim ecma'in. Min al-ana ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Usikum ve nefsi bi təqvəllah və nəzmi əmrikum. Həm sizə, həm özümə ilahi təqvaya riayət eləməyi tövsiyə eləyib, gizlində və aşkarda Allahdan qorxub, Allahın halalın halal, haramın haram bilməyi tövsiyə eləyirəm. Yadınızda olsa, keçən cümə biz Fatihə surəsində 7-ci ayədək oxuyuruq. 5-ci ayədə üzr istəyirəm. İhdinəs sıratəl müstəqim. İlahi bizi doğru yola hidayət elə. Və Yasin surəsinin 61-ci ayəsi də bu ayəni izah edir ki, doğru yol hansıdır? Və ani'buduni haza sıratı müstəqim. Mənə bəndəlik edin, doğru yol budur. Keçən cümə qeyd elədik ki, ibadətlə bəndəliyin arasında müəyyən qədər fərq var. Ola bilər bir adam ibadət eləsin, amma bəndəlik eləməsin. Namaz qılsın, oruç tutsun, amma bəndəlik eləməsin. Bəndəlik Allah hökmlərinə qeyd şərtsiz təslim olmaq deməkdir. Yəni, bir nəfər həm namaz qıla, həm də müəyyən hökmlərdə itaətsizlik eləyə, bunların heç birini eləməyə, bu bəndəlik deyil. Bu müəyyən ibadətləri icra edir. Bir qadın, məsələn, namaz qılır, oruç tutur, yeri gələndə zəkat verir, amma məsələn, hicaba riayət eləmir. Hələ bu bəndəlik eləmir, bu sadəcə ibadət edir. O deməkdir ki, bunun ibadəti müəyyən qədər fayda versə də, müəyyən mərhələlərdə bunun dərdinə dəyməyəcək, kömək eləyə bilməyəcək. Ona görə bəndəlik mövzusu çox önəmli və əhəmiyyətli bir mövzudur, çox əhatəli bir mövzudur. Və keçən cümədə qeyd elədim ki, Allah peyğəmbərlərinə medal verən zaman onların gözəl bəndə olmasını vurğulayır ki, ni'məl əbd. Bunlar nə gözəl bəndədirlər. Bəndəlik, qulluq, Allaha qulluq insanın ucalığının rəmzidir. İnsanın ucalığının yolu Allaha bəndəlikdən keçir. Quran-ı Kərimdə Allah Peyğəmbər əleyhissalamın Merac səfərini aparmasından bəhs edir. Həmən Merac səfərində başlayanda İsra surəsinin əvvəlində buyurur ki, Subhanəlləzi əsra bi'abdihi. Bəndəsini, qulunu gecə gəzintisinə çıxardan Allah hər bir eyb və nöqsandan pakdır. Yəni Peyğəmbər əleyhissalamın gecə ki meraca gedib, ona toxunur, buyurur, bəndəsin meraca aparan, gecə gəzintisinə aparan. Yəni Peyğəmbərin bəndəliyinin nəticəsi onun ucalmasıdır. Bu bizim üçün də keçərlidir. İnsan ucalmaq istəyirsə gərək bəndəlik eləsin, qulluq eləsin. Bu günləri bir məsələnin ətrafında inşallah istəyirəm sizlərlə müzakirə eləyəm və zaman-zaman bu məsələ yanlış anlaşılır deyə doğru düzgün nəticə əldə eləyə bilmirik. Belə ki, qul bizim ifadələrimizdə, bizim dilimizdə biraz yaxşı səslənmir. Məsələn, bir adama desən ki, sən qulsan, onu təhqir başa düşər. Qul, yəni onun heç bir iradəsi yoxdur. O, özündən böyüsünə tabidir, alçaldılır, təhqir edilmiş və s. bu kimi mənalarda başa düşülür bizim dilimizdə. Ona görə deyəndə ki, birinə məsələn Allaha qul ol, onda narahat olur ki, mən niyə qul olmalıyam? Allah məni yaradıbsa, niyə özünün qarşısında qul görmək istəyir? Bu müəyyən qədər narahatçılıq yaradır və bu narahatçılıq kiminsə baxmayaraq özünü ağıllı göstərib bu reaksiyanı verir, amma əslində işin mahiyyətindən xəbərsizdir, ona görə o reaksiyanı verir. Əgər başa düşsə ki, elə Allaha qulluq insanın istədiyidir, insanın ucalığı, rahatçılığı, aramlığı buradadır, onda bu reaksiyanı verməz, onda bu etirazı eləməz. Çox mühüm məsələdir bu məsələ. Və hətta İmam Zeynəlabidin əleyhissalam buyurur ki, İlahi, kəfa bi'izzən ən əkunə ləkə əbdən. İlahi, mənim izzətim üçün bu kifayətdir ki, sənə qul olam. Və kəfa bi fəxrən ən təkunə li Rabbən. Və mənim üçün
və fəxr də budur ki, sən mənim Rəbbimsən, sən mənim ağamsan. Yəni insanın Allaha qul olması əslində insanın izzətinin əsasıdır, təminatçısıdır. Dediyim kimidir, sadəcə qul sözü bizim dilimizdə pis mənada başa düşülür deyə birinə deyəndə ki, qul ol, o Allaha qul ol, o dərhal deyir ki, mən niyə qul olmalıyam, mən beləyəm, mən beləyəm və başlayır özün tərif təvsif eləməyə. Amma burada bir məsələni qarışdırmaq olmaz. İnsan dünyaya gəlibdirsə, mütləq kiminsə qarşısında qul olacaq. Yəni qul nədir? Qeyd elədiyimiz kimi, qeyd şərtsiz təslim olmaq. Bu belədir. Mütləq kiminsə qarşısında insan qul olacaq. Mən üçüncü neytral yol yoxdur ki, desin mən qarışmıram. Məsələn, mənim aidiyyatım yoxdur buna. Məsələn, bizim istifadə elədiyimiz sözlərdəndir də, məsələn, mən qarışmıram, mənlik deyil. Mən neytral mövqeyini tuturam. İslamda neytral mövqey yoxdur ki, ya insan yanındayam bir dostumun, ya qarşısındayam. Qarışmıram elə dostumu meydanda tək qoymaqdır. Ona görə insan dünyada mütləq kiminsə sözünün əsiri olmalıdır. Bu qaçılmazdır. İndi deyəcəm nümunələrin, görəcəksiniz, həqiqətən də belədir. Ya insan dünyada Allahın qulu olmalıdır, ya başqalarının qulu olmalıdır. Əgər insan dünyada Allahın qulu olarsa, Allah əmrlərinə təslim olarsa, bu insan izzətli olur. Necə ki, İmam Səccad əleyhissalam buyurur, İlahi, mənim izzətim üçün bu bəsdir ki, sənin qulunam. Sənə qulam. Çünki insan Allaha qul olan zaman Allah insanın şərəf və ləyaqətini alçaltmır. Diqqət edirsiniz. Allah insanın şərəf və ləyaqətini alçaltmır. Allah öz qulunu ləyaqətsiz şəkildə ondan rəftar eləmir. Əksinə, ondan kərimanə şəkildə, möhtərəm şəkildə rəftar eləyir. Hədislərdə var, Allahdan gün ərzində yerə rəhmət gəlir, yerdən göyə isə ancaq məsiyət, günah qalxır. Amma bütün bunlara rəğmən Allah bizim yaxamızdan yapışmağın əvəzinə yapışır əlimizdən bizə kömək olur. Günə çətinliyə düşəndə qaçırıq Allah qapısına. Əgər Allaha qul olarıqsa, bizim rəhbərimiz olan Allah, bizim qul olduğumuz Allah Səttarəlüyubdur, eyiblərimizi örtəndir. Bu qədər ki, bizim eyiblərimiz var. Əgər onların müəyyən faizi cəmiyyətdə faş olub bilinsə, cəmiyyət içərisinə çıxmağa insanın üzü olmaz. Hədislərdə var, əgər insanın eyibləri aşkar olsa, insanın zehnindən keçən bəzi şeylər aşkar olsa, adamın evindəki ailəsi onun üzünə baxmaz. Nə də insan onların üzünə baxmağa cürət eləməz. Amma qulu olduğumuz Allah isə insana hörmət eləyir deyə onun eyiblərini örtür. Onun eyiblərinin üstünə pərdə çəkir. Bu Allaha qulluğun, Allaha qul olmağın faydalarından bir neçəsini hələ mən sayıram. İnsana hörmət eləyir. İnsan dünyasını dəyişəndən sonra da o hörməti qoruyub saxlayır. Hədislərdə var, bir nəfər mömin insan, fərq eləmir qadın və yaxud da kişi, dünyasını dəyişir. Dünyasını dəyişəndən sonra mələklər, hər günkü insana ayrılan mələklər var, onun əməlləri ilə məşğuldur. Onlar gəlirlər, deyirlər ki, İlahi və Rəbbim, sənin yer üzərində bir bəndin var idi, bir qulun var idi. Biz hər gün onun ibadətlərini sənə gətirib təqdim eləyərdik və çox həzz alardıq bu işdən ki, bir mömin qulun bəndəyin ibadətini gətiririk. Amma artıq yoxdur, dünyasını dəyişibdir, biz onun üçün darıxırıq. Deyir, Allah əmr eləyər bir mələkə ki, get o mənim mömin bəndəmin namaz qıldığı, ibadət elədiyi yerdə qərarlaş və hər gün onun elədiyi ibadətləri elə və onu mən yazacağam həmin o mömin bəndəmin əməl dəftərinə. Yəni, taqətdən düşüb onu çıxardıb atmır, taqətdən düşüb ondan hörmətsiz şəkildə rəftar eləmir. Necə sağlamlığında, necə sağlığında onun ibadəti var idi, həmən ibadəti ölümündən sonra da onun üçün yazır. Bu, Allaha qulluğun bizə bilinən tərəflərinin bir tikəsidir sadəcə mən deyirəm. Yəni, nə qədər mühümdür.
İndi insan bir var belə qul olsun. Və insanın bu Allaha qul olandan sonra məişətində də sıxıntıya düşməsinin tərəfdarı deyil. Allah insana demir ki, özü çətinliyə sal. Sadə yaşayış nə üçün deyilir? Sadə yaşayış əslində insanın aramlığı üçündür, rahatçılığı üçündür. Niyə bu günləri bizim aramlığımız yoxdur? Niyə bu günləri insanlar narahatdır? Narahatlığımızın əsas səbəblərindən biri sadə yaşayışımızın olmaması və sadə yaşayışa qane olmamağımızdır. Ona görə bugünkü bəlalar bizim başımıza gəlir. Allah bəndəsinə isə bunu istəmir. Allah bəndəsinə deyir ki, mənim bəndəm, sadə yaşa, ana aram ol, vüqarlı ol. Bu çox mühüm məsələdir. İnsan dünyada Allahın qulu olarsa, Allah qulu ilə bu cür rəftar eləyər. Amma indi birdən bir adam Allahın qulluğundan imtina elədi. Yox, mən qul olmaq istəmirəm. Onda o gedəcək, ya malın qulu olacaq, ya nəfsinin qulu olacaq, ya ictimai rəyin qulu olacaq, ya nəyinsə bu qulluğuna gedəcək. Və bəzən də bunların hamısı ona ağalıq eləyəcək. Bu tək ona əmr eləyən ağaları çox olacaq. Quran-ı Kərimdə Yusif surəsində Yusif peyğəmbərin o müşrik zindan yoldaşlarına dediyi bir məntiq var. Buyurur ki, "Ərbabun mutəfərriqun xeyrun əmil vahidil qəhhar." Buyurur, müxtəlif rəblər, müxtəlif idarə edicilər xeyirlidir, yoxsa qəhhar olan, tək olan Allah. Yəni adamın bir müdiri ola və bir müdir insandan bir şey tələb eləyə, bu rahatdır, yoxsa 10 dənə adam eyni anda bir nəfərdən 10 dənə əmri icra eləməyi tələb eləyə. Hansı rahatdır insan üçün? Təbii ki, insanın rahatçılığı bir müdirin, bir rəhbərin tabiçiliyində olmasıdır. Bunlar çox mühüm məsələdir və bu günləri biz sadəcə dünya bərbəzəylidir deyə bərbəzəy bizim dilimizi də bəzəyibdir, sözlərimizi də bəzəyibdir. Biz zəhəri bal adı ilə yeyirik bugün. Bu günləri biz bir insan ölümün islah kimi başa düşürük. Belə lazımdır kimi başa düşürük. Müasir dünyada, müasir həyatımızda ən çox eşitdiyimiz sözlərdən biri budur. Mənim seçimimdir. Mən seçim eləyirəm və mənim seçimimdir. Zəhmət çək mənim seçimimə sən də hörmət elə. Bu sözü çox eşidirik biz. Amma mənim seçimimdir əslində bu qulluğun göstəricisidir. Axı sənin bu seçiminin arxasında sənə seçim təqdim edən kimdir? Məsələn, olunan reklamlar, müxtəlif dəblər, müxtəlif modalar, bunlar insanın seçimini müəyyənləşdirir. Mən özümün də xəbərim olmadan öz seçimimdir, özüm bəyənirəm, müasirəm deyə gedirəm mod, nə bilim, müxtəlif reklamçıların, modçuların, filanların iradəsinə tabi oluram. Onlar məni geyimimi öz geyimlərinə bənzədirlər. Yeməyimi öz yeməklərinə bənzədirlər. Hərəkətimi öz hərəkətlərinə bənzədirlər. Vücudumu, saçımı, gözümü, qaşımı, gözümün rəngin öz istədikləri kimi eləyirlər. Mənim istədiyim deyil ki. Mənim istədiyim ayrıdır. Və elə ki, müəyyən müddət keçdi, insanın o təravəti keçdi. Təravət keçəndən sonra artıq mod deyir ki, daha sən yaşlısan, sənə bunlar yaraşmaz ki, sənə effekt vermir. Artıq sən qal kənarda. Artıq atıldı, qaldı kənarda. Bir zaman o normal vaxtında, cavan vaxtında heç kimi bəyənmir, yerə günəşə sən çıxma, mən çıxım deyir, yerə nə bilim, ayağın buranda yeri titrədən insanlar artıq müəyyən zamandan sonra atılmış hesab olunur, psixoloji sarsıntılar içərisində yaşayır və bir ömür peşmançılıqla həyatların başa vururlar. Bu sadəcə bu geniş mövzudur. Mən istəyirəm bunu sadə, primitiv, gündəlik gördüyümüz məsələlərlə əhatə eləyim və aydınlaşdırım ki, qulluq deyəndə nə nəzərdə tutulur. Bəli, bugün mənim seçimimdir deyən, özüm bilərəm, müxtəlif moda, müxtəlif rəngə, ictimai rəyə tabi olan adamlar, bəli, bunların qulluğu xoşagəlməz qulluqdur.
Çünki müəyyən bir zamandan sonra atılacaq. Və insan nə qədər başqalarının rəyindən, ictimai rəydən asılıdır, bilə-bilə narahat olacaq. Ev tikəndə başqalarının razılığı, paltar giyəndə başqası nə deyər, yemək bişirəndə başqası nə deyər, nişan eləyəndə başqası nə deyər, toy eləyəndə başqası nə deyər. Bax, bu ictimai rəylər, bu başqalarına qulluğun acı nəticəsini bu günləri bizlər yaşayırıq. Yaxın keçmişə qədər bizim toylarımız, ad günlərimiz, yaslarımız, nə bilim və s. bunlar necə rahat keçirdi, insanlar xoşbəxt idilər, insanlar xoş günlərində şadlana bilirdilər. Amma bu günləri başqalarına qul olmağımızın nəticəsində toy günü bəzilərinin ən bədbəxt günüdür. Çünki burada xoşbəxtçiliyindən çox bu təmtarağın pulunu yığa biləcəmmi deyə fikirləşir. Və bununla da bərabər min bir əziyyət çəkirəm, hamı razı qalsın. Bir nəfər gəlir deyir ki, yemək yox idi. Biri gəlir deyir, məsələn, bunun tutaq ki, filan kəslər belə idi. 5 nəfər də etiraz eləyəndə bütün insan hərəkətdən düşür ki, mən neyniyim, mən nə eləməli idim? Allahdan başqasına bəndəliyin, müxtəlif ictimai rəydən asılılığın acı nəticəsi bax bunlardır. Bir də var ki, mən Allahın əmrinə itaət eləyirəm. Mən burada mənə düşən, mənim üzərimə düşən, məndən tələb olunan işləri görürəm. Belə olanda kim nə deyir desin. Bu onun öz problemidir. Xoşu gəlmir. Onun üçün eləməmişdim ki. Bu mənim xoş günümdürsə, bu mənim seçimimdirsə, bayaq dediyimiz kimi, başqası nə deyir desin. Amma mənim seçimimdir, bizim dediyimiz Allahı yox, başqalarının razılığını nəzərə alarıqsa, onda bunların hamısı elə həmən günü peşmançılığı olur, ondan sonra laf çox və bir gün gələcək qiyamətin günündə bunların peşmançılığı, onların axırının acı və əbədi əzabla əvəzlənəcəyi ilə nəticələnəcək. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. İnsan Allaha qul olması onun izzətidir. İnsanın Allaha qul olması onun böyüklüyüdür və onun rahatçılığı və aramlığıdır. Amma insanın Allahdan başqalarına bağlanması, əfərəəytə mən ittəxəzə ilahəhu həva, Quran-ı Kərim buyurur, gördünmü o nəfsin özünü Allah eləyəni? Nəfs mən istəyirəm və bu mən istəyirəmin ardınca müxtəlif adamların maraqları insanların dediyim kimi ən xoş günün ən bədbəxt günü eləyir. Baxımdan Allah bizləri həqiqi qullardan qərar versin inşallah. İnşallah ümid edirəm növbəti cümədə Allahın köməkliyi ilə artıq o bəndəliyə getməyin yolları necə eləyək, bəndə olaq və bu bəndələrin əlamətləri nədir? Bu barədə bəhs eləyərik inşallah. Bismillahirrahmanirrahim. İnna a'teynakal kevser fesalli li rabbika venhar. İnne şaniyaka huvel abtar. Sadakallah.